Miniatür sənətinin kökü çox qədimlərə gedib çıxır. Dünyada bununla bağlı nümunələr Təbriz mədəniyyətinin inciləri kimi tanınır. Müasir dövrümüzdə bu sənəti yaşadıb, inkişaf etdirən sənətkarlar da var. Onlardan biri də Gəncə şəhərində yaşayan əməkdar rəssam Qalib Bağırovdur. Maraqlıdır ki, o çini qablar üzərində yaratdığı əsərlərlə çox əsrlik miniatür sənətinə daha bir yenilik gətirib. Bununla da Azərbaycan bədii çinisi anlayışının yaranmasına əsas verib. Təbiidir ki, Nizaminin yurdunda, Gəncədə Nizaminin əsərləri bu çinilərin üzərində yaşayır və bizim gənc istedadlar da, gənc nəsil də yetişir və gələcək üçün də bu sənəti yaşatmaq üçün burada çalışırlar. Çünki hər bir şəhərimizin yaradıcı insanlar üçün Gəncəmizi yaşatmaq, Nizami irsini yaşatmaq, Nizami kimi böyük bir mədəniyyətimizin faktorunu yaşatmaq ən şərəfli bir yaradıcılıq işidir. Farfor zavodunun kiçik tullantıları belə burada müxtəlif əsərlərin çəkilmə obyektinə çevrilib. Onu da qeyd edək ki, indiki dövrümüzdə iş adamları xarici ölkələrdən daxili bazarımıza Madonna kimi servizlərin gətirilməsinə daha çox maraq göstərirlər. Bəs üzərində 7 gözəlin rəsmi olan qablar istehsal olunsa necə? Yaxşı olmazmı? Bunun həm özümüzə, həm də mədəniyyətimizə yaxınlığı var. Ceyhun Səfərov, Rövşən Əmraslanoğlu.